Yəni, dünya məsələlərində yenilik çox vaxt yaxşıdır. Yenilik insanlar üçün həyatı asanlaşdırır. Qabaq at üzərində gedirdilərsə, indi məsələn maşın var, təyyarə var. Görürsünüz, asanlaşdırır. Bir çox cihazlar əmələ gəlir, insanın həyatını asanlaşdırır. Dindən kənar yenilik yaxşıdır. Çox vaxt. Ola ki, dində yox. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm nə dedi? Dedi ki, hər bir dində yenilik, hər bir kul bidətdir və hər bir bidətdir zəlalətdir. Ona görə eşidirik bugün, bəziləri deyirlər ki, var yaxşı bidətlər, var pis bidətlər. Necə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kul, bütün yeniliklər, bütün bidətlər. Demədi bəziləri. Ona görə dində hər bir yenilik zəlalətdir. Çünki qardaşlar, nəyə görə insan yeni bir şey gətirir? Fikirləş. Nəyə görə məsələn insan baxır evə, deyir evi remont edeyim. Ya başqa bir yeni bir telefon alalım, yəni yeni bir maşın alalım, ya maşının üzərində. Nəyə görə? Çünki sən o şeyin görürsən ki, kamil deyil. Sən o şeyi kamil görsən, heç vaxt yeni bir şey gətirmərsən. Sən orada naqislik görürsən, kamillik görmürsən. Ona görə yenilik qoyursan ki, kamilləşsin. Allah subhanahu ta'ala dini isə kamildir. Sən Allahın dininə nəsə təzə qoyanda, deməli onu kamil görmürsən.